Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Hədəfin canlı efirində xoş gördük sizləri. Bəli, gücün sərhədləri aşdığı bir dövrdə sülhün təminatının və bütün risk və təhdidlərin dəf edilməsinin yeganə yolu əlbəttə ki, əməkdaşlıq mühitini, dialoqu möhkəmləndirməkdir. Azərbaycanın da sülh prosesini daha da sürətləndirməkdə məqsədi elə budur və bu prosesdə Türkiyənin də rolu çox böyükdür. Məlum olduğu kimi, Türkiyənin xüsusi nümayəndəsi Sərdar Qılıç artıq Ermənistanda səfərdədir və bu səfər çərçivəsində görüşlər zamanı sərhədlərin açılması məsələsi, eyni zamanda Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin aparılacağı gözlənilir ki, bu da əlbəttə ki, regionda sülh dialoqunun daha da gücləndirilməsinə xidmət edir. Amma təəssüflər olsun ki, sülhü pozmaq cəhdləri də hələ də mövcuddur və Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə ötən günkü çıxışı zamanı da bunu açıq şəkildə etiraf edib. Bəs sülhü pozmaq cəhdləri kimlərə məxsusdur? Kim bu prosesi pozmağa çalışır? Əlbəttə ki, müzakirə edəcəyik və bu arada dünyanın diqqətində Rusiya-Ukrayna müharibəsinin gücləndirilməsi və coğrafiyasının genişləndirilməsi məsələsi də diqqət çəkəndir. Çünki Rusiyanın Polşanı açıq şəkildə belə deyək, dron hücumundan sonra Qərbin aqressiyası daha da artıb. Rusiya isə tam əksinə bugün təlimlərə start verir və təlimlərin adı Qərb 2025 adlanır ki, bu da təbii ki, Qərbin aqressiyasına səbəb olmaya bilməzdir. Ümumiyyətlə, Rusiyanın bu təlimləri keçirilməkdə məqsədi nədən ibarətdir və NATO-nun reaksiyası necə ola bilər? Artıq ötən gündən NATO rəsmiləri bu təlimlərə reaksiya verəcəyini bildirir ki, və bu da müharibənin daha da genişləndirilməsi xarakter ala bilərmi? Bax, bütün bunlar əlbəttə ki, qonaqlarımızla müzakirə olunacaq. Odur ki, diqqətiniz bizdə olsun. Qonaqlarımızı sizlərə təqdim edirəm. Bugünkü qonaqlarımız Milli Məclisin deputatı, eyni zamanda Beynəlxalq Münasibətlər Mərkəzinin İdarə Heyətinin üzvü Gülşən xanım Paşayeva. Xoş gördük Gülşən xanım sizi. Və Beynəlxalq Məsələlər üzrə ekspert Yeganə Hacıyeva. Salamlayıram, xoş gördük sizi. Eyni zamanda hərbi ekspert Elmar Hüseyin də bizimlə bərabərdir və bizim Türkiyədən də politolog qonağımız olacaq İsmail Cingöz və mən müzakirələrə keçməzdən öncə, elə az öncə anons etdiyimiz kimi Türkiyənin xüsusi nümayəndəsi Sərdar Qılıç artıq Ermənistanda səfərdədir və bununla bağlı əlbəttə ki, hansı detallar müzakirə olunacaq, redaktorlarımız qrafikamızı da hazırlayıb artıq. Gəlin, baxaq, bu qrafikada qeyd olunur ki, bu araşdırmaları nəzərdən keçirəcək və əvvəlki işləri dəyərləndirəcək. Gələcəkdə iki ölkə xüsusilə də bölgənin iqtisadi həyatı üçün nələrin edilə biləcəyini müzakirə edəcək. Bugün sərhədi açmağa hazırıq şəklində bəyanat verdilər. Təbii ki, bu hər kəsin xeyrinədir. Bəzi texniki işlərə ehtiyac var, amma niyyətləri ilə bağlı problem görmürük deyə Sərdar Qılıç Türkiyənin Ermənistanda normallaşma prosesi üzrə xüsusi nümayəndəsinin fikirlərini biz çatdırdıq və İsmail Cingöz artıq xəttdə bizi gözləyirsə, gəlin elə İsmail Cingözün məlum səfərlə bağlı fikirlərini alaq. Salamlayırıq sizi İsmail bəy, xoş gördük. Hoş gördük Zahra Hanım. Size ve konuklarınıza selamlarımı gönderiyorum. Təşəkkür edirik. İsmail bəy, biz təbii ki, Ermənistanla Türkiyə arasında sınırların açılmasına, regionda sülh əməkdaşlığı möhkəmləndirilməsi istiqamətində yanaşırıq və artıq Türkiyənin Ermənistandakı xüsusi nümayəndəsi Sərdar Qılıç İrəvanda səfərdədir. Görüşləri start götürüb, parlamentin vitse-spikeri ilə görüşüb. Bu görüş barədə, bu səfər barədə nə deyə bilərsiniz? Türkiyə ilə Ermənistan arasında sınırlar açılırmı və hansı şərtlər çərçivəsində? Türkiye ile Ermenistan'ın sınırlarının açılması, bunu defalarca söylemiştik. Gerek sizin programımızda, gerek başka programlarda, yazılarımızda. Azerbaycan, Ermenistan kalıcı barışı, toprak sınır anlaşmalarının yapılması ve Ermenistan'ın anayasasındaki düzenlemelerin yapılmasıyla alakalı Türkiye'nin şartları vardı. Bu Azerbaycan'ın da şartıydı aynı zamanda. Fakat gelinen süreçte Türkiye, Ermenistan, Azerbaycan, Ermenistan ve Amerika'da yapılan Washington görüşmeleriyle birlikte önemli yol kat edildiğini söyleyebiliriz. Ve iyi niyet gösterisi olarak Türkiye tabii ki Azerbaycan ile birlikte koordinasyon sonrasında sınırlarının açılabileceğini söyleyebiliriz. Bu tabii ki
kardeşimiz ve bir millet iki devlet haliyle dış politikaya adeta ortak yürüten iki devletin tabii ki birlikte karar verdikleri bir süreci söyleyebiliyoruz burada. Ve Azerbaycan'ın bilgisi dahilinde sınırların açılabileceği kuvvetle muhtemel görünmektedir. Çünkü Ermenistan'ın artık dayanacak gücü kalmadı esasında. Ve Ermenistan halkı ekonomik olarak, nüfus olarak erimiştir ve Ermenistan yok olmayla karşı karşıyadır. Bir an önce sınırların açılmasını talep eden Paşinyan yönetimi kendi halkına Türkiye'nin iyi niyetini göstermeye çalışıyor şekliyle, yani Türkiye iyi niyet gösterdi ve bu sınırlar açıldı diye göstermeye çalışıyor zannederim. Çünkü Paşinyan anayasal düzenlemelerin şu an için mümkün olmadığını, bunun 2026 seçimlerinin sonrasında yapılabileceğini ve kendisine zaman verilmesini istediği açıklamaları görmekteyiz basında. Bu da Azerbaycan, Ermenistan arasında kalıcı barışın neredeyse bitmek üzere olduğunu ve böyle bir aşamada da Türkiye iyi niyet gösterisi olarak sınırlarını açılarak Ermenistan halkının refahının rahatlatılmasına bir nebze katkı sağlamak isteyeceğini anlıyoruz. Çünkü Ermenistan halkı ekonomik olarak rahatlarsa hem Azerbaycan'a hem Türkiye'ye bakış açıları olumlu manada gelişecektir. Çünkü dedik ya adeta yok olmak ve açlıkla karşı karşıya olan ekonomik olarak çökmüş bir ülkeden bahsediyoruz Ermenistan'ın. Fakat bunun olmasını istemeyen taraflar var. Kim var? En başta Ermeni diasporası var. Ermeni diasporası Azerbaycan ve Türk düşmanlığı üzerinden ülke dışında, Rusya'da, Avrupa'da, özellikle Fransa ve Amerika'da ciddi manada para tedarik ediyor. Kendi yandaşlarından ve yurt dışındaki Ermeni halkından. Buradan çok büyük kazançlar elde ettiği ve elde ettiği kazancın da çok cüzi bir miktarını ancak Ermenistan'a gönderdiğini uluslararası basında okuyoruz. Dolayısıyla ekonomik olarak çıkarlarının zedeleneceğini düşünen diaspora ve düşmanlık körüklemek ile alakalı olarak politika yapmaya çalışan diaspora bundan rahatsızlık duymaktadır. En başta bunu söyleyebiliriz. İkincisi de Ermeni Kilisesi bu barışı istemediğini zaman zaman açıklamalarından görmekteyiz. Bagrat bunların en başında gelen papazlarındandır. Bununla beraber Ermeni muhalefeti bu barışın olmasını istemiyor. Çünkü iç politikalarında barış yapan bir Ermeni yönetiminin ileriki aşamadaki seçimlerde yine seçimleri kazanabileceğini düşündüğünden olsa gerek. Bir de Türk düşmanlığı devam eden seçmenleriyle birlikte mevcut yönetimin bu barışı yapmasını istemediğini anlıyoruz. İran bundan rahatsız. Kendi stratejik çıkarları gereği Türk dünya birbirleriyle Zengezur üzerinden kara bağlantısının sağlanması İran'ı rahatsız etmektedir. Ancak gelinen süreçte İran'ın belli şartlarla buna izin vereceği yönde bilgiler var ama içten içe bundan rahatsızlık duyduğunu söyleyebiliriz. Bununla beraber Fransa'nın ve Yunanistan başta olmak üzere bazı Avrupa ülkelerinin de bundan rahatsızlık duyduğunu söyleyebiliriz. Çünkü Yunanistan'ın kadim bir geçmişten gelen bir Türk düşmanlığı var. Fransa'nın bu coğrafyaya sirayet etme ve burada nüfuz elde etme istekleri var. Rusya'da kendi çıkarları konusunda bu konuyla yakından İsmail ilgilenmektedir. Bey, Eğer siz bir qədər sonra yenidən ters düşecek gibi bir durum olursa vazgeçecek. Siz bir qədər sonra yenidən qoşulsanız, təbii ki, sizə daha iki sualımız olacaq. Rusiya-Ukrayna mövzusunda, eyni zamanda Ermənistanla Türkiyə arasında sınırların açılması ilə yanaşı Zəngəzur dəhlizinin də müzakirə olunacağı gözlənilirmi bu görüşdə? Yəni Türkiyənin xüsusi nümayəndəsinin Ermənistana səfəri çərçivəsində bu barədə sizinlə əlbəttə ki danışacağıq, müzakirələrimiz olacaq, amma studiya qonaqlarımızla müzakirələrimizi davam etdirmək istərdik və Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıçın bax bugün Ermənistanda artıq görüşləri başlayıb və bu sınırların açılması məqsədi daşıyır. Yəni rəsmi açıqlamalara görə bu sınırlar ümumiyyətlə hansı şərtlər çərçivəsində açıla bilər və regionda sülh və təhlükəsizliyə hansı dividendləri gətirə bilər? Gülşən xanım. Təşəkkür edirəm. Mənə elə gəlir ki, əlbəttə bu doğrudan da məhz Sərdar Qılıncın, yəni o Ermənistan və Türkiyə arasında normallaşma prosesi üzrə xüsusi elçi
təyin edilib və onlar erməni tərəfindən Rubinyanla artıq 5 görüş məncə keçirdiblər. Belə baxsaq, 22-ci ildən bu proseslər gedir. Ermənistan-Türkiyə arasında normallaşma prosesi paralel olaraq Azərbaycan-Ermənistan arasındakı proses arasında. Və burada biz bir şey başa düşməliyik ki, onlar bu 5 görüş əsasında müəyyən nəticələr də əldə etmişdilər. Hətta 22-ci ildə məncə onlar qərar vermişdilər ki, onlar bu sərhədi, yəni Ermənistan və Türkiyə arasındakı sərhədi açmaqda maraqlıdırlar. Məhz üçüncü elə bir ki, tərəflər üçün ki, onlar diplomatik nümayəndələr ola bilər və s. ki, o sərhəddən çıxıb, məsələn, xaricə Türkiyənin ərazisindən keçməklə. Ancaq o qərarı onlar qəbul etmələrinə baxmayaraq, o indiyə qədər həyata keçirilməyib və sərhədlər bağlıdırlar. Ona görə bir tərəfdən uzun bir müddət bu qərarın, hətta qərarın elə bir ki, bir tərəfdən nəzəri olaraq, ən azı məsləhətləşmələr nəticəsində belə bir qərarın olmasına baxmayaraq, onun icrası bugünə qədər də deməli icra edilməyib. Bunu da əlbəttə ki, birinci növbədə biz başa düşürük ki, Türkiyə əlbəttə Azərbaycan və Ermənistan arasındakı münasibətlərin və normallaşma prosesində müəyyən irəliləyişdən əldə edilməsini gözləyirdi və bu mənada biz belə baxsaq bu son avqustda artıq həm sülh müqaviləsinin paraflanması baxımından müəyyən nəticə əldə edilib, Minsk qrupunun ləğvi baxımından müəyyən nəticələr əldə edilib. Eyni zamanda Azərbaycan, ABŞ və Ermənistan, ABŞ arasında belə baxsaq, anlaşma memorandumları imzalanıb müvafiq mövzular üzrə Vaşinqtonda, bəli. Və eyni zamanda hər üç dövlət başçısının belə götürsək, Ermənistan baş naziri, Azərbaycan prezidenti və ABŞ prezidentinin birlikdə deməli imzaladıkları birgə bəyannamənin özü də bir tərəfdən yeni artıq reallıqları legitimləşdirmək baxımından olduqca vacib addımlardılar. Ona görə bir tərəfdən artıq Ermənistan və Azərbaycan normallaşma prosesində müəyyən tərəqqi əldə edilmişdir. Bu baxımdan əlbəttə Türkiyə kontekstində də götürsək paralel olaraq müəyyən dəyişikliklərin edilməsi məncə vacibdir. Çünki burada nə üçün bu vacibdir? Çünki məhz bu bölgəyə biz nəzər salsaq, biz başa düşürük ki, bölgə uzun bir dövr ərzində məhz Qarabağ münaqişəsinə görə bölünmüş bir vəziyyətdə idi və burada Ermənistan və Azərbaycan arasında uzun müddətli bir müharibə vəziyyətində biz olduğumuza görə burada deməli məhz bir sıra qüvvələr bu vəziyyətdən müəyyən dividendlər əldə ediblər və etməkdə davam etmək istəyirlər. Ona görə də burada əsas məsələ odur ki, Ermənistanı məhz bayaq Türkiyədən olan ekspertdə qeyd etdiyi kimi, həmişə elə bil ki, türklərin ətrafındakı düşmən arasında olduğu ideyaları qabartmaqla məhz bu deməli Azərbaycan, Ermənistan və Türkiyə məhz xəttində müəyyən dəyişikliyin əldə edilməsinə mane olurlar. Müvafiq qüvvələr və onu o da qeyd edir. Yəni bu təkcə daxili qüvvələr deyil, radikallar deyil, kənar qüvvələr. Məsələn, elə Fransanı qeyd etdi, o İranı qeyd etdi, Rusiyanın bu mənada nə dərəcədə bu proseslərdə razı qalıb olmadı, müəyyən mənada Lavrovun əgər biz götürsək son açıqlamalarını. Bu onu göstərir ki, əlbəttə bu yeni reallıq artıq bir tərəfdən məhz ABŞ-da əldə edilən müsbət nəticələrdə artıq yeni tərəqqinin məhz normallaşma istiqamətində əldə edildiyini göstərir. Və bu baxımdan mənə elə gəlir, bugün doğrudan da bir tərəfdən Türkiyə nümayəndəsinin, elçisinin artıq birbaşa həmin sərhədi keçərək mağaradan artıq gəlib Ermənistana çıxması, bu da özünə görə bir yenilikdir. Çünki indiyə kimi belə sərhəddən məncə keçidlər baş verməyib. Ona görə bu bir tərəfdən rəmzi mənada daşıya bilər ki, ən azı artıq o sərhəddən yavaş-yavaş əgər hansısa bir hərəkət baş verməkdədirsə, söhbət sərhədinin açılıb-açılmaması başqa məsələdir. Ancaq ən azı orada yadınızdadırsa vaxtı ilə Türkiyədə yadınızdadırsa o zəlzələ dövründə Ermənistan həmin sərhəd boyu özünün yüklərini də oradan daşımışdı, sonra sərhəd yenə bağlanmışdı. Ona görə belə baxanda bu həmin o tipli rəmzi addımlardan biri kimi də qeyd edilə bilər. Yeri gəlmişkən siz Amerika Birləşmiş Ştatlarını xatırlatdınız və qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə bürosunun direktoru Brendan Henry də Ermənistana artıq bugündən səfəri başlayır və bu səfər
səfərlərin bir-biri ilə əlaqəsi varmı? Bu da sual doğurur. Çünki Türkiyənin xüsusi nümayəndəsinin Ermənistanda olduğu zaman bu səfər baş tutur və bununla bağlı Yeganə xanım sizin fikirlərinizi alacağım. Mən qrafikamızı Zəngəzur dəhlizi ilə bağlı redaktorlarımız hazırlayıb, gəlin onu da təqdim edək. Çünki Sərdar Qılıç səfəri çərçivəsində qeyd edir ki, prezidentimizin göstərişləri ilə bu xəttin qısa zamanda açılmasını və ilk növbədə İğdır və Qars bölgələrinin iqtisadiyyatına töhfə verməsini istəyirik. Statın sonu Türkiyənin xüsusi nümayəndəsi Sərdar Qılıçın fikirləri idi. Yəni buradan belə əslində aydın olur ki, sərhədlərin açılması ilə yanaşı xüsusi nümayəndəsinin səfəri çərçivəsində Zəngəzur dəhlizinin də müzakirəsi istisna edilmir və az öncə qeyd etdiyimiz kimi Amerika Birləşmiş Ştatlarının nümayəndəsi də İrəvanda səfərdədir. Yəni bu səfərləri birləşdirsək Zəngəzur dəhlizi ilə bağlı yəqin ki bir görüşün olacağı hətta gözlənilə də biləndir. ABŞ nümayəndələri, Ermənistan və eyni zamanda Türkiyənin xüsusi nümayəndəsinin. Öncelikle sizin suala konkret cevap verməmişdən öncə Ermənistan-Türkiyə üzrə istəyirəm sərhədinin son 3 ildə hansı ehtiyaclar üzərindən açılması və ümumiyyətlə hal-hazırdakı istər hava sərhədi, istər quru sərhədinin vəziyyəti necədir, bu haqda məncə danışmaq yerinə düşər. Bildiyiniz kimi 91-ci ildən münasibətlər körlanıb, 93-cü ildən sərhəd bağlıdır. Sərhəd cəmi 2022-ci il martın 12-sindən Antalya forumundakı Ermənistan və Türkiyə Xarici İşlər Nazirinin danışığından sonra cəmi 2 dəfə humanitar məqsədlər üçün, bir dəfə Türkiyədəki zəlzələ, ikinci dəfə Suriyadakı ermənilərə yüklərin daşıması istiqamətində açılıb. Paralel olaraq 2023-cü ilin yanvarın 1-dən də aviadaşınmalar bərpa olunub 1993-cü ildən sonra ilk dəfə. Bugün üçün Ermənistan və Türkiyə arasındakı hava daşımaları tam miqyasda həyata keçirilir. Bu Ermənistan və Türkiyənin belə deyək sərhədlərlə istər hava, istər quru sərhədlərinə bağlı vəziyyətin de facto necə olmasıdır. Bildiyiniz kimi Cənubi Qafqazla bağlı Azərbaycan prezidentinin də Vaşinqton görüşündə imzalamış və Azərbaycanın Cənubi Qafqazın təhlükəsizliyində baxışları necədir, bunun baxışlarının əksini tapdığı bir xəritə ortadadır. Və bu xəritədə Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşdırılması ilə bağlı belə deyək də ölkələr qarşısında müəyyən öhdəlik və məsuliyyətlər qoyub. Və bunu da müəllifi az öncə də qeyd etdiyim kimi Azərbaycan və Azərbaycan prezidenti İlham Əliyevdir. Çünki bugün üçün regionda təhlükəsizliyin zəmanəti Azərbaycan ordusu, təhlükəsizliyin qurucusu və formalaşdırıcısı Azərbaycan dövləti və regionla bağlı söz sahibi Azərbaycan prezidentidir. Bu vəziyyət belə. Konkret olaraq bu günlərdə Ermənistandakı bugün keçirilən görüşlər Amerika Birləşmiş Ştatlarının əslində o da bildiyiniz kimi həm də xüsusi nümayəndədir. Ermənistanda olması, Türkiyənin məhz Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşdırılması ilə bağlı xüsusi nümayəndəsinin Türkiyədə olması bu prosesin Amerika Birləşmiş Ştatları, Türkiyə və Ermənistan kontekstində gedir. Məsələ ondadır ki, baxmayaraq ki, Ermənistan daxilində revanşist qruplar Ermənistanın bu dövr üçün, bu zaman kəsi üçün təhlükəsizliyinə zəmanət olaraq fərqli qütblər göstərməkdədirlər. Avropa Birliyinin bir sıra ölkələri, məsələn Fransa, digərləri və s. Ardınca nəhayətdə Rusiya, amma mövcud təhlükəsizlik arxitekturasında Ermənistanın gələcəyinin dövlət olaraq zəmanəti olan 2 faktor var. Bir, Azərbaycanla dostluq, xoş münasibət, Azərbaycana qarşı 30 il davam edən məsələlərdən kardinal de jure imtina etmək, yəni de facto imtina göz qabağındadır, amma həm də de jure imtina etmək. Paralel olaraq bu proseslərdə həm də Türkiyə ilə davam etməlidir. Türkiyə ilə Ermənistan arasında bütün səylərə baxmayaraq sərhədin açılması, onu da qeyd edim ki, sərhədin açılması üçün ilkin olaraq texniki nələr nəzərdə tutulur? Qars gömrük yolunun açılması nəzərdə tutulur. Ermənistan-Türkiyədə Eni körpüsünün açılması nəzərdə tutulur. Bu yük daşımalar üçün də onu da qeyd edim ki, az öncə də siz ünvanladığınız sualın cavabı olaraq Zəngəzur dəhlizinin bir bəndi kimi Türkiyə ilə Ermənistan arasında bu həll edici bir hissədir. Yəni paralellik var. Paralellik, bir mənalı paralellik var. Və nəzərə alsaq ki, Amerika Birləşmiş Ştatlarının orta dəhliz üzrə xüsusi nümayəndəsi 2-3 gün bundan öncə Azərbaycanda olub, Bakıda olub, Ceyhun Bayramovla Xarici İşlər Nazirimizlə görüşüb. Yəni bunlar hamısı zəncirvari biri-biri ilə əlaqəli proseslərdir. Zəngəzur dəhlizinə aparan yolun yaxınlaşması. Məsələ ondadır ki, Zəngəzur dəhlizi bugün üçün aralıq koridoru, yəni biz çox danışırıq aralıq koridorunun bizim baxışdan Azərbaycan tərəfindən, Türkiyə tərəfindən maraqları haqqında, Ermənistan üçün faydalı
olması haqqında, region üçün faydalı olması haqqında, bir də qlobal oyunçular var ki, bu oyunçular üçün Aralıq dəhlizi kifayət qədər faydalıdır. Məsələ ondadır ki, istər çox bahalı, hələ təhlükəsizlik tərəfini kənara qoyuram, çox bahalı Şimal koridorundan və bir də təhlükəli və həm də bahalı qeyd etmək lazımdır. Cənub koridorundan nəzərə alsaq, Aralıq koridor, orta koridor dediyimiz hamının maraqları və bugün üçün Avrasiya qitəsində iqtisadi göstəricilərə birbaşa təsir edəcək. Yəni planlaşdırılan məsələlər həyata keçəndən sonradan söhbət gedir bir faktordur. Və bu əslində regionun təhlükəsizliyinə qoyulmuş sərmayədir. Siyasi sərmayə, təhlükəsizlik, iqtisadi və s. Məsələ ondadır ki, amma burada narahatlıqlar da var. Narahatlıqlardan biri az öncə də bizim dəyərli millət vəkilimiz qeyd etdi ki, Ermənistan daxilində, həmçinin bizim Türkiyədəki qonağımız da qeyd etmişdi ki, Ermənistan daxilindəki revanşist qrupların istəkləri, paralel olaraq sülhə aparan yolda iqtisadi üstünlüklərə, gəlirlərə, sərmayənin qoyulması, yəni sərmayənin təhlükəsizliyini təmin edən faktorlardan biri de jure narahatlıqlardır. Nədir narahatlıqlar? Ermənistanın konstitusiyasında həm Azərbaycana qarşı, həm Türkiyəyə qarşı narahatlıqlar var, yəni hüquqi maneələr var. Azərbaycanla ərazi bütövlüyü ilə bağlı, Türkiyə ilə isə ərazi bütövlüyündən kənarda həm də bir təzminat məsələsi var və bu Ermənistan konstitusiyasında öz əksini tapmış əsasdır. Təzminat bir neçə istiqamət üzrə, məsələn, Ermənistan Türkiyədən fərdi təzminat, kollektiv təzminat və həmçinin dövlət təzminatı olaraq 3 istiqamət üzrə beynəlxalq instansiyalarda 90-lardan başlayaraq bir neçə dəfə cəhdlər edib və hal-hazırda da baxmayaraq biz bilirik ki, Ermənistanla Türkiyə münasibətləri dövlətlər səviyyəsində yaxşılaşdırmağa çalışılsa da, rəhbərlər bunun üçün kifayət qədər səy ortaya qoysalar da, etiraf da etmək lazımdır ki, Ermənistan daxilində buna kifayət qədər radikal yanaşan qruplar var, revanşist qruplar var və bunlar doğrudan da ölkədə ictimai fikri bu istiqamətdə hökumətin əleyhinə çevirmək üçün çox asan və həm də güclü imkanları var. Paralel olaraq Türkiyədə də çox istər ziyalı kəsimdə, istər siyasi kəsimdə mövcud konstitusiyada əksini tapmış faktları ignor etməyin doğru olmadığına inanan və haqlı olan tərəflər var və bunların istər Türkiyə daxilində, istər Ermənistan daxilində daxili dirənişi yararaq, əgər belə izah etmək olarsa, iki ölkə arasındakı münasibətləri yaxşılaşdırmağa çalışan hər iki ölkədə bir siyasi iradə var. Azərbaycan da əlbəttə burada bizim qətiyyətlə fikrimiz budur. Azərbaycan prezidenti ən böyük səviyyələrdə, instansiyalarda bunu səsləndirib ki, biz... Gəlin elə Yeganə xanım, Azərbaycan prezidentinin, siz qeyd etdiniz ki, daxili Ermənistanın daxilində dirənişlər var, eyni zamanda kənar müdaxilələr var. Bunu Azərbaycan prezidenti əslində Kəlbəcərdə öz çıxışı zamanı açıq mesaj vermişdi və ötən gün isə Ermənistanın baş naziri Nikol Paşinyanın açıqlamalarında parlamentdə çıxışı zamanı qeyd edir ki, sülhü pozmaq istəyən cəhdlər var. Bax, bu ən böyük narahatlıqlardır. Yəni, kənar oyunçular, təbii ki, Ermənistanın daxili proseslərinə biz nəzər salacağıq, amma məhz Azərbaycan prezidentinin Kəlbəcərdən bu xəbərdarlığını bir daha xatırladaq. Azərbaycan ləyaqətli ölkədir, güclü ölkədir. Heç kimə məsləhət görmürük ki, nə vaxtsa bizə qarşı hansısa bəd əməllər haqqında düşünsün. Hər halda dünyada Azərbaycan qədər tam və mütləq qələbə qazanan son 80 il ərzində ikinci ölkə olmamışdır. İndi dünyada gedən prosesləri görürsünüz, müxtəlif yerlərdə toqquşmalar, müharibələr, hərbi cinayətlər baş alıb gedir. Amma heç kim tam qələbə qazanmayın. Müharibələr davam edir, daha böyük coğrafiyanı əhatə edir və yəqin ki, davam edəcək. Bu siyasi məsələlərin inkişafı bunu göstərir. Tək yeganə ölkə bizik, yeganə xalq bizik ki, tam qələbə qazandıq, mütləq qələbə qazandıq. Düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdik. Və eyni zamanda sülhün də təminatçısı da Azərbaycandır.
Bəli, dövlət başçımızın bu çıxışının digər hissəsinə bir qədər sonra biz yenidən nəzər salacağıq. Amma bu müharibələrdən, toqquşmalardan qorunmağın yeganə yolu sülhü sürətləndirməkdir. Amma ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan da bir açıqlama verib ki, sülhü pozmaq cəhdləri istisna deyil. Bax, kimlərdir sülhü pozmağa cəhd göstərənlər və buna ölkələr necə formada hazırlaşır? Ermənistan tərəfi artıq müdafiə xərclərindən imtina edir, yəni azalması istiqamətini tutur. Yəni Ermənistanın onsuz da ordusunu məlum məsələ idi. Vətən müharibəsindən sonra çökmüş halda olan Ermənistan ordusunu qüdrətləndirmək onsuz da mümkün deyildi və elə ona görə də Ermənistanın baş naziri hərbi xərcləri azaldaraq digər istiqamətlərə dövlət büdcəsindən xərcləri çoxaltmağı üstün tutur. Və bu sülhü pozmaq cəhdlərinə Azərbaycan və Ermənistan birgə formada necə cavab verə bilər? Hal-hazırki proseslərə baxsaq, Azərbaycan və Ermənistan Azərbaycanın qoyduğu planla, cənab prezident qeyd etdi ki, çıxışında son bir cümlə oldu ki, məhz Azərbaycan sülhə gedən yolu, doğruluğunu və inadlığını həyata keçirdir. Və bu proseslər birgə aparılır. Bu xəritə əslində mən pozuculara qayıtmaq istəyirəm, ancaq az öncə pozuculara qarşı görəcəyimiz fəaliyyəti studiyada gedən müzakirədə biraz öz düşüncələrimi açıqlayım. Bilirsiniz ki, ayın 8-i, avqustun 8-i cənab prezident Vaşinqtona səfər etdi və bu səfər çərçivəsində bu yolun açılacağı, sülhün gedəcəyi strukturunu cənab prezident Trumpa bir daha izah etdi. Yəni, açıq şəkildə, bunu Ermənistan tərəfi deyil, məhz Azərbaycan tərəfi bu strukturu təyin etdi. Struktur qlobal güclərin toqquşduğu bir nöqtədə olduğuna baxmayaraq, bunun nə qədər dünya üçün yararlı olduğunun isbatının nəticəsində cənab prezident Ağ Evin açarını aldı. Baxın, məsələ nədir? Ermənistan prezidentinə deyilir ki, Zəngəzur dəhlizi açılmalıdır. 42 kilometrdə sən bu yolları təmir etməlisən. Bu deyir, mənim infrastrukturum yox, mənim maliyyə yox, mənim, görürsünüz, siz qeyd edirsiniz ki, silahlanma ayıran büdcə yox və s. və s. və s. Bu yoxların müqabilində cənab prezidentin apardığı danışıqlar nəticəsində, bayaq siz qeyd etmək istədiniz, bu istiqamət üzrə Ağ Evin nümayəndəsi Brent Ermənistanın Xarici İşlər Nazirliyi danışanda qeyd etdi ki, məhz Zəngəzur dəhlizinin açılmasına 145 milyon dollar pul ayrılacaq yaxın günlərdə. Bu pulun ayrılması ilə Türkiyədən Sərdar Qılınc, yəni o nümayəndə heyətindən Türkiyədə səfər etməsi, bunlar bir kompleks təşkil edir. Siz bu sualı bayaq verdiniz ki, bunların qarşılıqlı əlaqəsi varmı? Bəli, bunların bugün Türkiyənin, həmin o Türkiyə və Ermənistan münasibətlərinin normallaşması üzrə sədr, eləcə də Amerikanın nümayəndəsinin Ermənistan səfər etməsi, Xarici İşlər Naziri ilə görüşü və Ermənistan pulunun ayrılması məhz ayın 8-i cənab prezidentin Azərbaycan ərazisindən keçən Zəngəzur dəhlizində görülən işlər və Ermənistan ərazisində bu işlərin ləngidilməsi və sülh prosesinin uzanmasını bir konstruksiyasını qoydu. Bu deməkdir ki, biz sülhə çatmaq üçün müəyyən bir dərəcədə bu yolun açılmasına tələsməliyik. Hansı fonda Cələ xanım? O fonda ki, hal-hazırda NATO ilə Rusiya, eləcə də Belarusiya hərbi təlimlər keçirdir və NATO-nun istər Rusiyanın qərbinə, istər Cənubi Qafqaza müdaxiləsinin qarşısı alınan bir fonda Azərbaycan hökumətinin apardığı islahatlar, qərarlar bu sülhün açılışı üçün görüşləri təyin edir. Bu görüşləri siz efirdən öncə dediniz, qeyd etdiniz, həm Türkiyənin nümayəndəsi, həm Amerikanın nümayəndəsi Ermənistandadır. Yəni, bu dəhlizin açılması bir daha qeyd edirəm ki, cənab prezidentin apardığı bir yol xəritəsidir. Sülhə gəldiksə bir cümlə demək istəyirəm, Cələ xanım, nə qədər acı da olsa, nə qədər itkilərimiz də olsa, 100 illər fəsadlar da çəksək, bir mənalı qəbul etməliyik ki, sülh mütləqdir. Bu sülhün mütləqliyi gələcək nəsillərin bizim çəkdiyi acıları çəkməməsi, bir daha itkilərin olmaması, bir daha sərhədlərimizin pozulmamasına xidmət edəcək. Bu siyasət, bu uğur 50-100 ildən sonra daha başqa bir görünüşdə görünəcək və insanlar bunu dərk edəcək. İndi isə Ermənistanda baş verən pozuculuk siyasətləri. Mən bir zabit olaraq cəbhə bölgəsində xidmət edədiyim dövrdə bizim rayon və kəndlərin işğal dövründə Ermənistanın yayımladığı videolara baxırdım. O videolarda 366-cı alayın hərbiçiləri, eləcə də 92-ci illərdə Qarabağa sülh məramlı missiyası altında gedən SNG MDB deyilən bir
qoşunların nümayəndələri hər hansı bir fəaliyyətdə erməni kilsəsinin din xadimləri onların önündə idi. Onlar onları, belə deyək, dua edib döyüşə yola salırdılar. Həmin bugün Ermənistanda bu kilsə, Ermənistanda heç bir qalıq müxalif qruplaşma xalqın kütləsinin ətrafına toplaya bilmir. Bu da məhz ona görədir ki, Azərbaycan prezidenti Ermənistanın baş naziri 8 avqustda Vaşinqtonda görüşəndə biz Ermənistan küçələrində bütün Ermənistan gənclərinin sevindiyini gördük, bayraqlarla küçəyə çıxdığını gördük və bu sülhün, bu yolun açılmasına onların da bir gələcək müharibədən, gələcək müxaliflərin yenidən öz separatizm düşüncələri ilə gəncləri qırğına verməsindən bir yaxa qurtarmasını hiss etdik. Yeganə bir qruplaşma qalır ki, xalq onun ətrafında dini baxımdan yığıla bilər. Xarici erməni diaspora ora pul göndərə bilər və bu pul mənbəyi ilə Ermənistanın daxilində dövlət çevrilişi, Azərbaycan-Ermənistan sərhədlərində pozuculuq və silahların gətirilməsi yenidən... Yəni, Ermənistanda müharibə təbliğatını aparan mərkəz kilsədir, görünən tərəf. Bax, bu kənar qüvvə olaraq ancaq lobbini siz hesab edirsiniz, yoxsa burada qlobal ölkələrin də əli var. Qlobal ölkələrin də əli var. Mən görünən tərəf deyirəm ki, biz kilsəni görürük, maliyyə görürük erməni diasporasını, amma bunu fəsad olaraq ortaya gətirən, məhz açıq şəkildə bunu qeyd etməli, 8 avqust görüşməsinə mane edən, açıq şəkildə və öz görüşləri ilə, öz paylaşımları ilə, öz mətbuatları ilə bizə müdaxilə edən cənub və şimal qonşularımızı açıq şəkildə qeyd etməli ki, onlar bunu istəmirlər. Amma bu istəməz deməklərinə baxmayaraq, biz bugün bu görüşləri keçirdirik. Bu bizim elə bir sanki vətən müharibəsindən sonra 3-cü böyük əzimli müharibəmizdir, görünməyən müharibəmizdir. Bəli, gəlin cənab prezidentin məhz sülhü pozmaq cəhdlərinə, maneələrlə bağlı məhz dövlət başçımızın Kəlbəcərdən xəbərdarlığına bir daha nəzər salaq, sonra müzakirələrimizə qayıdarıq. Biz istəmirik ki, müharibə olsun, biz sülh istəyirik. Ancaq heç vaxt o qanlı tarix yaddaşımızdan silinməməlidir. Heç vaxt yenə də şirin sözlərə aldanmamalıyıq. Ayıq olmalıyıq. Təbii ki, bizim silahlı qüvvələrimiz hər an, hər gün dövlətimizin maraqlarının təhlükəsizliyin keşiyindədir. Biz mümkün olan təhlükə mənbələrini izləyirik, görürük və görəcəyik. Biz hərbi gücümüzü artırırıq. Həm Xəzər dənizində, həm bütün digər silahlı növlərimizin inkişafı ilə əlaqədar. İkinci Qarabağ müharibəsindən sonra minlərlə və sayını demək istəmirəm, amma böyük sayda xüsusi təyinatlı qüvvələrimizin sayı tərkibini artırmışıq, yeni komanda qüvvələri yaradılıb, pilotsuz uçuş aparatları, ən müasirləri ölkəmizə gətirilib, yeni artilleriya sistemləri gətirilib, indi yeni döyüş təyyarələri kontraktlanıb və mövcud olan təyyarələr tam müasirləşdirilib. Biz hər an müharibəyə hazır olmalıyıq. Çünki dünyada proseslər elə istiqamətdə gedir ki, bilmək olmaz, sabah nə olacaq. Bizim təhlükəsizliyimizin qarantı biz özümüzük. Dövlət, xalq və silahlı qüvvələrimiz. Ona görə, əgər kiminsə ağlına, xəstə ağlına, Azərbaycana qarşı hər hansı bir təhribat törətməyə gələrsə, məncə yenə də peşman olacaq. Yəni, biz bilməliyik ki, biz kimlə üz-üzəyik, bizim qonşumuz kimdir, keçmişimizi heç vaxt unutmamalıyıq və ayıq olmalıyıq. Və əminəm ki, bütün bu faktorlar, amillər hər zaman imkan verəcək ki, hər zaman üstünlük bizdə olsun. Və bunu biz bugün yenə də deyirəm, qalib xalq kimi
bəyan edirik. Biz o pisliyi, vəhşiliyi unutmayacağıq, ancaq biz bundan sonra heç kimlə müharibə aparmaq fikrində deyilik. Əgər bizə qarşı hər hansı bir təhlükə çıxarsa, onda yenə də bizim dəmir yumruğumuzu hər kəs görəcək. Cənab Prezidentin hələ Kəlbəcərə səfəri çərçivəsində söylədiyi fikirlər idi. Yəni, kənar qüvvələrin sülhü pozmaq istəyən qüvvələrə bir xəbərdarlığı idi. Elmar müəllim az öncə qeyd etdi ki, bu proseslər, sülhün möhkəmləndirilməsi, sürətləndirilməsi dünyada baş verən müharibələr fonunda daha da gücləndirilir ki, yəni bütün kənar təhdidlərin, risklərin qarşısı alınsın. Gülşən xanım, necə düşünürsünüz? Qütbləşmə siyasətinin Cənubi Qafqazdakı sülh prosesinə təsiri ola bilərmi? Qütblər arasındakı gedən toqquşmanın və Amerika Birləşmiş Ştatlarının nəzərə alsaq ki, Vaşinqton samiti ortada var, nəticələr ortada var. Bu prosesi daha da sürətləndirmək üçün Ermənistana təzyiqləri artıra bilərmi? Teşekkür edirəm. Bəli, əlbəttə. Və biz səfər çərçivəsindən yanaşsaq. Çünki Amerika Birləşmiş Ştatlarının xüsusi nümayəndəsi Brendan Henry artıq Ermənistandadır. ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə nümayəndəsi. Məncə həmin nümayəndə eyni zamanda Azərbaycanda da keçən həftə oldu və həm Xarici İşlər Nazirliyi ilə Nazirə Ceyhun Bayramovla, həm də eyni zamanda Nəqliyyat Naziri Rəşad Nəbiyevlə də o görüşüb. Ona görə belə götürsək, biz bu proseslər hər ABŞ tərəfdən, həm Azərbaycanda, həm də Ermənistanda paralel olaraq aparılır. İndi biz sizi ilə əlbəttə, bayaq siz qaldırdığınız məsələni və Cənab Prezidentin qeyd etdiyi bu ümumi prizmadan baxışı ki, bugünkü reallıqda əlbəttə Ermənistan və Azərbaycan arasında hal-hazırda mən bayaq da qeyd etdiyim müəyyən tərəqqi artıq göz önündədir və bu mənada doğrudan da Vaşinqtonda keçilən o tarixi görüşün məhz Ağ Evdə doğrudan da olduqca böyük bir təsiri, bir nəticəsi var. İndi bu istiqamətdə əlbəttə o tərəflər ki, bayaq qeyd edildi, həm kənarda, həm də Ermənistan içərisində olan qüvvələr, bu qüvvələr üçün bu yeni bir, necə deyim, təhdid də onlar üçün. Çünki onlar sülh əldə etmək istəmirlər. Onlar bizə mane olmaq istəyirlər, onlar istəyirlər ki, vəziyyət öz həllini tapmasın və biz özümüz də başa düşürük ki, Azərbaycan tərəfindən qaldırılan çox vacib bir məsələ ki, Konstitusiyada məhz preambula hissəsinin dəyişdirilməsi, çünki orada doğrudan da bayaq qeyd etdiyi kimi, deməli, həmkarımız bu mənada orada həm Türkiyə, həm də Azərbaycana qarşı müəyyən çox vacib ərazi müddələri öz əksini tapıb və ona görə o preambulanın müəyyən hissəsində həmin o maddə oradan çıxarılması olduqca vacib. İndi bu da biz başa düşürük ki, müəyyən müddət tələb edəcək. Çünki biz sülh müqaviləsini imzalamaq üçün həmin o vacib Azərbaycanın şərti, Minsk qrupu ilə bağlı məsələ aydındır. Ən azı dekabrın əvvəlində tamamilə o qrup artıq öz fəaliyyətini dayandıracaq və artıq gündəmdən çıxacaq. Ancaq ikinci vacib şərt məhz Konstitusiyanın dəyişikliyi ilə bağlı məsələ açıqdır və orada Ermənistan tərəfi ən azı referendum keçirib o hissədə, deməli, Konstitusiyanın o məsələ çıxarılmalıdır. Bu zaman tələb edir. Bu eyni zamanda əhalinin səs verməsindən asılıdır. Eyni zamanda burada müxtəlif qüvvələr bundan istifadə edərək Paşinyanın da hakimiyyətdə qalmamasına çalışa bilərlər. O da bilirsiniz ki, çox yaxın bir zamanda, artıq bir ildən az bir müddət ərzində bu baş verməlidir. Yəni, burada Ermənistan zəif bənd kimi bugün reallıq, bu bir reallıqdır, biz bunu başa düşürük. Və bu mənada mənə elə gəlir ki, məhz Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etmək və bu prosesi maneəsiz bir halda davam etdirmək üçün birinci növbədə Ermənistana o qüvvələrə qarşı mübarizə aparmasında Paşinyana əlbəttə kömək etmək lazımdır. Siz də bayaq qeyd etdiyiniz kimi, onun da məhz parlamentdə bu məsələ ilə bağlı çıxış etməsi ki, orada müəyyən qüvvələr doğrudan da sülhə qarşıdırlar və ümumiyyətlə bu proseslərə mane olmaq istəyirlər. İndi bu baxımdan mənə elə gəlir ki, əlbəttə kənar qüvvələr, ABŞ-ın siz qeyd etdiyiniz yüksək səviyyədə, deməli, Dövlət Departamenti orada bugün olması, Türkiyə tərəfdən artıq müəyyən mənada bu proseslərə təkan verilməsi məhz doğrudan da Ermənistan, Türkiyə və ABŞ kontekstində. Çünki bir tərəfdən biz artıq özümüz Vaşinqtonda olanda ABŞ, Ermənistan və Azərbaycan arasında artıq müəyyən əlaqələr və proseslər gedir. Ancaq Türkiyənin orada olmaması bu mənada bugün bəlkə doğrudan da məhz cənab Qılıcın orada olması ilə həmin o məsləhətləşmələr də texniki cəhətdən ABŞ, Türkiyə və Ermənistan münasibətlərinin
normaya qoyulması baxımından olduqca aktual ola bilər. Və bu baxımdan əgər biz gələcəyə baxırıqsa, gələcək bir neçə ayda biz bu parlamentə seçkilərlə bağlı Ermənistanda məhz bu qüvvələrin fəallaşmasının əminəm ki, biz onun şahidi olacağıq. Və bu mənada həm Ermənistan hakimiyyəti özü müəyyən addımlar atmalıdır. Çünki bu konkret onun ölkəsidir və bu ölkədə onların da vacib addımlar atması olduqca aktualdır. Eyni zamanda mənə elə gəlir, həm Azərbaycan, həm Türkiyə də bu mənada sinxron şəkildə bu proseslərə öz münasibətini də bildirə bilər. Gülşən xanım qeyd etdi ki, sülhə mane olan, yəni kənar şəxslərin uzaqlaşdırılması üçün bu prosesdən Ermənistana dəstək lazımdır. Və Yeganə xanım, ümumiyyətlə qütbləşmə siyasətinin hazırda Cənubi Qafqazda hansı yan təsirləri özünü göstərir? Ümumiyyətlə, Ermənistan 44 günlük Vətən müharibəsindən sonra qlobal səviyyədə konfrontasiyada olan tərəfləri öz ölkəsinə dəvət etməklə Ermənistan-Azərbaycan münasibətlərinə dirəniş göstərmək, üç tərəfli razılaşmadan irəli gələn öhdəlik və məsuliyyətlərini yerinə yetirməmək və nəticədə daxili ehtiyaclar da olmuş olsa, siyasi ehtiyaclardan söhbət gedir, əlbəttə olmuş olsa belə, müəyyən bir qeyri-müəyyən yol tutmuşdu və onu da qeyd etmək lazımdır ki, bəzi məsələləri göz ardı etmək mümkün deyil. Baxmayaraq ki, Ermənistan ərazisindən nəzərdə tutulan Zəngəzur koridoru üçün olan dəhliz məhz Amerika Birləşmiş Ştatlarının özəl şirkəti üçün nəzərdə tutulur və siz xatırlayırsınızsa, biz sizinlə bunu hətta iyun ayında burada müzakirə etmişdik və hətta o razılaşmanın detallarını danışmışdıq. Şirkətlə Ermənistan dövlətinin hökumətinin, daha doğrusu danışıqların şərtlərini burada sizinlə müzakirə etmişdik. Məsələ oradadır ki, daxildə bir neçə faktorlar var ki, bunu nəzərə almaq lazımdır. Birinci, az öncə də qeyd edildi, burada məsələn Zəngəzur dəhlizi ilə bağlı belə deyək də, dəhliz ətrafı yol infrastrukturlarının formalaşdırması üçün Amerika Birləşmiş Ştatlarının özünün qoyduğu maliyyə 145 milyon dollar nəzərdə tutulur. Amma məsələ ondadır ki, 2022-ci ildə məhz 21-ci ilin sonu 2022-ci ildə Ermənistan həm də Avropa Birliyindən müharibədən sonra güya müharibədə dağılmış infrastrukturlar, xüsusilə Azərbaycanla sərhəd boyu infrastrukturların bərpası üçün 2,6 milyard tranş alıb, kredit alıb. Bu artıq və bundan da sonra 2022-ci ilin oktyabr ayında məhz Ermənistan ərazisinə Avropa Birliyinin mülki missiyası qismində yarım hərbi bir kontingent daxil olub və bu kontingent bugün də oradadır. Artıq biz danışırıq, Amerika Birləşmiş Ştatları oradadır, artıq Avropa Birliyi deyirik oradadır. Xatırlayırsınızsa, bu aradan keçən artıq 5-ci il olacaq, 5-ci ildir ki, biz dəfələrlə danışmışıq ki, həmçinin Kanadanın polisi qeyri-müəyyən bir missiya ilə oradadır. Nəzərə alsaq ki, Kanada Daxili İşlər Nazirliyinin nizamnaməsi heç bir halda polisin uzun müddətli bir belə deyək də, missiya ilə başqa ölkədə fəaliyyətini nəzərdə tutmur, amma reallıq ondan ibarətdir ki, onlar da Ermənistandadılar. Və nəhayətdə 102-ci baza. Yəni, onda bu qədər saydığımız şeyləri bir tabloya yığanda nə olur? Ölkə daxilində Amerika Birləşmiş Ştatları ilə yolun işləməsinə görə daha öncə Avropa Birliyindən maliyyə almış bir hökumət var. Və son proseslərdə məhz Avropa Birliyinin maliyyəsi ilə fəaliyyət göstərən QT-lərin, medianın və s. canfəşanlığında bu istiqamətdə dəyərləndirməliyik, izah etməliyik ən azından. Bir də 102-ci baza və həmçinin Rusiyanın Ermənistan hökuməti, mediası, sivil cəmiyyəti, hüquq mühafizə orqanları, güc təhlükəsizlik orqanlarındakı şəbəkələrini nəzərə alsaq, əlbəttə ortada bir iradə var və iradə ondan ibarətdir ki, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı yolları açıb Ermənistan dövlətinə gəlir gətirməlidir. Ermənistanın baxışından danışıram. Və bir də qonşuların, Azərbaycan və Türkiyənin münasibətində qonşuların xoşgörümü var bu mərhələ üçün. Planlaşdırılan şeylərin fərqli istiqamətə axaracağı halda tamam fərqli status quolar formalaşacaq və bu region üçün bizə arzu edilən deyil, amma region üçün daha narahat deməkdir. Və nəzərə alsaq ki, Rusiyada son addımları ilə Amerika Birləşmiş Ştatlarının prezidenti səviyyəsində Ukrayna ilə danışıqlardan sonra Avropa Birliyini
iradəsini deyək, inadını deyək, indi bunu necə istəsək adlandıra bilərik, sakitləşdirmək üçün Polşada NATO-nun bazalarına 19 reyd edib dronlarla. Bu deməkdir ki, bu qüvvələrin Ermənistan daxilində sakitliyini gözləmək biraz tədarüfüqdür. Xüsusilə İranda seçki var və seçkiyə qədər də az öncə bir şey də qeyd etmək istəyirəm. Bizim dəyərli həmsöhbətimiz qeyd etdi məhz erməni diaspora və kilsə ilə bağlı. Məsələ ondadır ki, istər Türkiyə, istər Azərbaycana nifrət erməni diasporasının ideoloji nüvəsində təşkil edir və ideoloji nüvəsindən kənarda bu həm də bir biznes layihədir. Bütün dünyadakı ermənilər istər özlərindən, istər aid olduqları ölkədən diləndə olan mexanizmləri üzəri ilə 3-4 diaspora babasını türklər demişkən dolandırır. Nümunə üçün qeyd edim, məsələn, Avropa Parlamentində fəaliyyət göstərən EFSG, bununla bağlı mənim geniş araşdırmalarım var, bizim ölkədə də mediada kifayət qədər gedib. Onun Avropa Parlamentindəki millət vəkilləri ilə maliyyəsinin büdcəsi nə qədər olmuş ola bilər? Çox az. Amma onun məhz bütün dünyada ermənilərdən erməni maraqları üçün cəlb etdiyi maliyyə milyonlarla, 100 milyonlarladır. Və bu deməkdir ki, erməni lobbisi həm də bu düşmənçiliyi bir maliyyə olaraq, bir qaynaq olaraq istifadə edir və arada da bir terrorla dini tərənnüm edən və dünyada çox az kilsəni birbaşa terrorun siması etmiş bir kilsə var. Düzdür, hökumət burada bəzi şeylər dəyişmək istəyir. Nikol Paşinyan doğrudan da iradə qoyub ortaya ki, onsuz da Ermənistan cəmiyyətində və bütün dünyadakı erməniləri də belə deyək, avtoritetini itirmiş kilsə ilə bağlı yeni bir yenilənmə olmalıdır və yeni bir ideoloji, yəni bu dövlət bu coğrafiyada davam etmək istəyirsə, yeni bir ideoloji nəfəs olmalıdır ortada. Xaçkarlarla bağlı onun fikirləri, daha sonra keşişlərlə bağlı, keşişlərin üzərinə ümumiyyətlə media üzərindən gedişləri və s. bu istiqamətdədir. Nə ola bilər sualının cavabları ondan ibarətdir ki, hal-hazırda Cənubi Qafqazda narahatlıqların bir hissəsi ondan ibarətdir ki, daha çox qərb, bu qlobal konfrontasiyada olan qüvvələr Cənubi Qafqazda xüsusilə Ermənistanla bağlı məsələdə unison oynayırlar və qəribə bir siyasət gedir. Mənim izlədiyim artıq 1-2 aydan çoxdur nədir? İstər Ermənistan daxilində, istər Azərbaycan daxilində məhz Qarabağdan olan insanlarla bağlı, sakinlərlə bağlı fərqli bir təqdimat gedir. Baxın, Ermənistan daxilində təxminən Ermənistan Qarabağdan gələn erməniləri istəmir təbliğatı gedir və bu təbliğat, bu anlaşılandı, zaten olaraq o fərq edir. Erməni lobbisinə də o sərf edir ki, bunlar Avropaya getsinlər, Amerika Birləşmiş Ştatlarına getsinlər. Erməni lobbisi bunları bu beynəlxalq təşkilatların qabağında nümayiş etdirsin və özünün aktuallığını saxlasın. Amma paralel olaraq biz bir neçə gündə, hətta belə deyək, 1-2 həftədən daha çoxdur, oxşar Qarabağlarla bağlı bir təbliğatı Azərbaycanda da izləməkdəyik. Və mən Amerikanın bəlli qruplar, belə deyək də, beyin mərkəzlərinə bağlı GT və onlara bağlı simalar, Avropa Birliyinin GT və onlara bağlı simalarından təxminən bu community nə Azərbaycanda, nə Ermənistanda sevilmir kimi bir görüntü yaratmaqla orada bir yeni bir nələrsə planlaşdırılması kimi izlənilməkdədir. Odur ki, qlobal güclər rahat oturmayıb. Bəli, qlobal güclərin elə cəhdləri də ondan ibarətdir ki, toqquşmaların, müharibələrin coğrafiyasını daha da genişləndirmək və Azərbaycan da elə Türkiyə ilə paralel addım ataraq bu risklərin, təhlükələrin qarşısını almağa çalışır. Və əlbəttə bizim ikinci mövzumuz da var və artıq bugündən etibarən Rusiya Qərb 2025 adlı təlimlərə start verir və bu təlimlər ümumiyyətlə hansı məqsədi daşıyır? Mən istərdim ki, Türkiyəli politoloq İsmail Cingözün fikirlərini alaq. Sonra Elmar müəllim, təbii ki, hərbi ekspert olaraq sizin də fikirlərinizi eşidəcəyik. İsmail bəy, Rusiya bugündən Qərb 2025 təlimlərinə start verib və bu da Amerika Birləşmiş Ştatlarının Qərbin aqressiyasına səbəb olub. Eyni zamanda da NATO açıqlama verib ki, biz bu təlimlərə cavabsız qalmayacağıq, çünki məqsədlər daha böyükdür. Bir NATO ölkəsi olaraq Türkiyənin reaksiyası nədən ibarətdir? Türkiye, Ukrayna-Rusya savaşından itibaren bu coğrafyayla, yani Ukrayna-Rusya ve kendi kuzeyiyle alakalı bölgeyle ilgili tarafsızlığını korumaktadır. Hatırlarsanız Ukrayna-Rusya savaşı başladığında Amerika ülkeleri Rusya'ya ambargo uygulamışlardı ve
Ukrayna'ya karşı tek taraflı yardım başlatmışlardı. Ama Türkiye her iki ülkeyle de yani Rusya ile de Ukrayna ile de stratejik ilişkilerin ve Karadeniz'den komşuluk ilişkilerin var diyerekten tarafsızlığını korumuştu ve halen de korumaktadır. Türkiye bu coğrafyada gelişmeleri elbette ki uluslararası hukuk açısından tarafsız bir şekilde ama yakından takip edecektir. Çünkü bu Ukrayna ve Rusya savaşı ile birlikte Rusya'nın cepheyi genişletme hamleleri Türkiye'nin Rusya ile olan ilişkilerini bozma açısından da bir hamle olarak değerlendirilmelidir. Burada esasında Batı bir şekilde Türkiye'nin Rusya ile ilişkilerinin mutlaka bozulmasını istiyor şekliyle değerlendirilebilir. Çünkü Türkiye Rusya ile Akkuyu nükleer tesisi başta olmak üzere Rusya'nın enerji koridoru şekliyle Türkiye bu coğrafyada iyi ilişkiler yürütmektedir. Ve gelinen süreçte de yeni dünya sisteminde de Türkiye'nin bu ilişkiyi tarafsız bir şekilde yürütmesini gerektirmektedir. Batı ile hareket ederek tabii ki Türkiye NATO olarak Batı'nın yani NATO'nun 5. maddesine göre bir savaş durumunda yer alması gerektiği yönde bağlayıcı hususlar var. Fakat şunu da unutmayalım ki 2015'te Türkiye Rusya ile bir gerginlik yaşadığında Suriye sınırında sınır hattımızı geçen bir Rus uçağını Türkiye düşürdüğünde Rusya ile Türkiye karşı karşıya kaldığında Avrupa ülkeleri yani NATO'da bize müttefik olan ülkeler biz Türkiye için Rusya ile savaşmayız diyerekten Türkiye'yi yapayalnız bırakmışlardı. Bunu da unutmamamız gerekiyor. Dolayısıyla Türkiye bu coğrafyada kendi çıkarlarını ve kendi stratejik hedeflerini yürütmek durumundadır. Fakat bu demek değildir ki ilişkiyi kopartacak. Hayır öyle değil. Bir de Rusya Batı'ya karşı bu tatbikatıyla beraber dikkatleri dağıtmaya çalışmaktadır esasında. Yani bir nevi tehdit ve blöflerle dikkatleri dağıtmaya çalışmaktadır. Esasında Amerika ile Rusya Ukrayna'nın paylaşımı konusunda anlaştılar ve bu konuda Avrupa ikna olmadı. Avrupa'yı da ikna etmek için belki perde arkasında Amerika ile Rusya'nın danışıklı bir dövüşüyle, danışıklı bir hareketiyle böyle bir Avrupa'yı köşeye sıkıştırma hamlesi olarak da ayrıca bir bakmak lazımdır. Çünkü Amerika'nın acilen Ukrayna'nın yeraltı yerüstü kaynaklarına ve kıymetli toprak elementlerine ihtiyacı var. Ve Trump göreve gelmeden daha bugüne kadar Ukrayna-Rusya savaşını bitireceği yönde defalarca vaatlerde bulundu ama bu bir türlü gerçekleşmedi. Bu vaadini gerçekleştirmesi için de Avrupa ülkelerinin dikkatlerini dağıtarak sanki daha büyük bir tehlike varmış gibi bir an önce Ukrayna-Rusya savaşının bitirilmesi için Avrupa'nın da ikna edilmesi yönünde bir hamle olarak da bakılmalıdır. Çünkü Avrupa ülkeleri ekonomik olarak Rusya ile Amerika'nın desteği olmadan savaşamazlar. Rusya da Ukrayna Savaşı ile birlikte oldukça yıpranmış durumdadır. Yeni bir savaşı, yeni bir cepheyi göze almayacaktır. Bu bir stratejik hamle olacaktır. Konuğunuz olan siyasi ekspertimiz de bunu gayet iyi değerlendirecektir. Çünkü aynı anda birkaç cephede birden savaşmak ülkeyi yorar. Kaldı ki Rusya'da uzun zamandır ambargolara maruz kalan bir ülke olarak yeni bir cephe açmak istemeyecektir ama dediğim gibi Avrupa ülkelerini Ukrayna-Rusya konusunda Rusya'nın istediği şekilde sonuçlandırılması için bir hamle yapıyor diye düşünüyorum. Ve bunun arkasında da Amerika'nın zımnen görünmeyecek şekilde onay verdiğini de söyleyebiliriz. Başka türlü bu savaşın yani Ukrayna Savaşı'nın bitmeyeceği anlaşılmaktadır. Tamam, təşəkkür edirik sizə və bir daha xatırladaq ki, İsmail Cingöz Türkiyədən politoloq öz fikirlərini bizimlə bölüşdü. Elmar müəllim, Qərb 2025 Rusiyanın başlatdığı təlimlərin məqsədi nədən ibarətdir? Az öncə Türkiyəli ekspert qeyd etdi ki, bu fikirləri yayındırmaq, eyni zamanda Rusiya-Ukrayna müharibəsinin coğrafiyasını daha da genişləndirmək məqsədi daşıyır. Sizcə total xarakter ala bilərmi? Bəli, total xarakter alacaq. Çünki Şanxay Əməkdaşlıq Təşkilatındakı gördüyümüz dörtlük, Çinin prezidenti, Koreyanın prezidenti, elə Hindistanın da və Rusiyanın prezidenti, bu artıq qlobal qərbə bir siqnal idi ki, yeni güc mərkəzi yaranır. İqtisadi alyans baxımından.
burada bütün proseslər artıq qalıb Amerikanın üzərində. Amerika düşünməlidir ki, vəziyyəti bu vəziyyəti gətirib düşdüyü halda vəziyyətdə necə çıxacaq? Burada dolların dövrəsindən də böyük bir problemlər gedir və bu yeni bir müharibə deməkdir. Və Rusiya qabaqlayıcı addımlar atdı. Rusiya bilir ki, Şanxay Əməkdaşlıq Təşkilatından sonra Rusiyaya qarşı hücumlar daha da dərinləşə bilər, genişlənə bilər. Ona görə də neynədir? Bir neçə məqsədi var idi bu təlimlərin. 12.000-ə yaxın qüvvələr cəlb olundu. Təlimdən öncə ayın 9-u Rusiya Federasiyasının prezidenti xalqa müraciət etdi, səfərbərlik elan etdi və səfərbərliyin məqsədi Rusiyanın müstəqilliyinə və gələcəkdə ərazi təhdidlərinə qarşı həyata keçirilməsinə və ana vətən borcu kimi müraciət etdi bütün əhaliyə. Baxın, səfərbərlik elan olunur, təlim keçirilir və Polşaya pilotsuz uçuş aparatları uçur. Yəni düşünürsünüz ki, təlimlərin Polşaya dronsuz uçuş aparatlarının əlaqəsi var? Təlim nə deməkdir? Peşəkar hərbiçilikdə biz. Təlim müharibə hazırlıqdır. Təlim düşməni yoxlamaqdır. Təlim düşmənin hazırlığını yoxlamaqdır. Təlim düşmənin mövqeylərini belirləməkdir. Məsəl üçün, sadə bir misal çəkəcəm. Buna hərb oyunu deyirlər. Onlarla belə desək, 40-a yaxın, 50-yə yaxın dronun havaya qalxması ilə biz Polşada yerləşən NATO silahlı qüvvələrinin hava hücumunda müdafiə sistemlərinin fəaliyyətini yoxladıq. Biz deyəndə, yəni Rusiya, belə deyək. Yoxladı ki, hansı mövqelərdən havadan uçan hava obyektlərinə atəş açılacaq. Bu, sanki Rusiya bunu 44 günlük vətən müharibəsində Azərbaycanın tətbiq etdiyi an-təyyarələrinin timsalında etdi. Və bugün Polşa açıq şəkildə elan etdi ki, biz qalxan bütün pilot uçuş aparatları vurduq. Siz vurdunuz, Rusiyada vurulma nöqtələrinin mərkəzlərini tapdı. Birinci məqsəd bu idi. İkinci məqsəd, dəfələrlə biz efirdə demişik ki, Ukraynaya gələn silah sövqiyatının böyük əksəriyyəti quru sərhəddi ilə Polşadan gəlir, yəni ən yaxın ərazidir. Bu Polşaya bir işarə edir ki, sən artıq bu məsələləri dayandırmalısın, çünki sənin ərazin də artıq müharibə meydanına çevriləcək. Yəni, Ukraynaya gələn yardımlar, çünki bilirsiniz, bundan öncə hansı proseslər gedirdi? NATO-nun qoşunları, Fransa, Almaniya və s. qoşunlar hara gəlməlidir? Hazırki ön xəttdə, yəni Ukrayna-Rusiya savaşının ön xəttinə gəlməlidir. Bu gəlim mərkəz hardandır? Yəni Polşadan keçəcək. Ona görə bu baxımdan bunlara da bir işarə verdilər ki, qarşılayacaqsınızsa bizi öz içərinizdə görəcəksiniz. Təlimlərin də məqsədi buydu. Təlimin əsas strateji anları var ki, nələrin tətbiqindən gedir. Bu, Avropaya qarşılayacaqsansa, nə ilə rastlaşacaqsan işarəsidir. Orada da iki əsas nüans var. Biri, nüvə silahlarının tətbiqi, bu zaman qarşılıqlı əlaqə və Areşnikov tipli yayılım raket sisteminin, bilirsiniz, çox yüksək dəqiqlik raket sistemidir və açıq şəkildə... Yəni, sınaqdan keçirəcəklər bu təlimlərdə. Sınaqdan keçirilib. Bəs NATO-nun cavabı necə olacaq? Təlimlərdə tətbiq edəcəklər. Necə tətbiq edəcəklər? Rusiya Belarusiya ilə müttəfiqdir. Bütün hallarda Ukrayna Belarusiya hədəfdirsə, Belarusiya da demək olar ki, onunla bərabər bir hədəfdir. İndi artıq iki ölkənin qoşunlarının qarşılığı fəaliyyətində tətbiqini görəcək. Bir məsələyə də çatdırmaq istəyirəm ki... Çox üzr istəyirəm, bir cümlə ilə əlavə, yeganə xanım işarə eləyir, əlavəniz var. Elmar mənim fikirlərinə buyurun. Məsələn, ki, Rusiyanın hal-hazırki dövrdə təliminin də NATO-nun mərkəzinə Polşa ərazisində hücumunun da bir izahı var. Rusiya Ukrayna ilə danışıqlar mövzusunda Amerika Birləşmiş Ştatlarından fərqli düşünən Avropa Birliyi ölkələrini, rəsmilərini sakit durmağa, iradəsini sındırmağa hesablanıb. Yeni bir müharibə Rusiyaya lazım deyil və Rusiya yeni bir müharibəni qaldıracaq. Az öncə də Türkiyədən olan dostumuz da qeyd etdi. Gücdə deyil, məqsəd olmuş ola bilər, siyasi hakimiyyət güclü göstəri verir. Çünki Rus insanı və Rus cəmiyyətində hakimiyyət güclü deyilsə yoxdur təsəvvürü var. Və ümumiyyətlə Rus cəmiyyətini birləşdirən vətənpərvərlik ideologiyasının üzərindən. Amma bunun hamısı dediyim kimi, siz fikir verirsiniz, Donald Trump deyir ki, bir həftədən sonra biz Rusiya ilə danışacağıq. Dünən artıq ifadə etdi ki, 2 həftədən sonra danışacağıq. Bu təxminən Rusiyaya, Avropa ilə məsələləri sən özün həll et, biz daha sonra danışaq məsələsi. Çünki bu gün hətta Ukrayna ilə Rusiya arasında, Amerika Birləşmiş Ştatları arasındakı razılaşmış, o razılaşma hansılar ki, nadir
tapıntılar, resurslar və s. onlar imzalamış kağızdır. Parlament ratifikasiya etməyib, prezident ona imzalamayıb. Sadəcə bugün imzalamış var Trump, hədə qorxu gəldi, kağız var. Trump yoxdur, kağız yoxdur. Yəni biraz burada hərbi cəhətdən dərli qonağımız hər şeyi düz deyir, amma siyasi tərəfdən bu sadəcə İndi siyasi tərəflərinə təbii ki, bu hərbi ekspertin yanaşmasıdır və eyni yanaşmadır, eyni sözü deyirik. Mən də dedim ki, Avropaya sakit durmağını göstərir, təlimlər adı altında. Amma bayaq İsmail bəy də dedi, xanım da deyir ki, Rusiya yeni müharibə lazım deyil. Mən düşünürəm ki, Rusiya Şanxay Əməkdaşlıq Təşkilatından sonra aldığı güc, aldığı silah, raket sistemləri, bax açıq şəkildə qeyd edirəm. Sizcə İran-İsrail müharibəsində atılan raketlər, Rusiyanın son dönəmdə əldə etdiyi raketlər, Koreya-Rusiya münasibətləri, Koreya əsgərinin Rusiyada gəlib döyüşməsi, Çinin Rusiyada arxada durması, açıq şəkildə biz bunu qeyd edirik. Çünki cənab prezident öz çıxışında qeyd etdi ki, biz Xəzər dənizində də ordumuzu gücləndiririk və biz tarixi unutmuruq. Yəni bu elə belə bir ifadə deyil. Bu təhdid real var. Yəni Ukraynanı artıq Rusiya yarı bölüb və strateji hədəflərinə çatmaq üçün Şanxay Əməkdaşlıq Təşkilatında çıxış etdi. Dedi, Ukraynanın danışacaq bir adamı yoxdur. Ukraynanın rəhbərinin səlahiyyət müddəti bitib. Ali məhkəmənin sədri türmədədir. Elmar müəllim, NATO-nun cavabı nədən ibarət olacaq? Çünki NATO rəsmiləri açıq şəkildə qeyd edib ki, bizim cavabımız ağır olacaq. Çıxışlarını döyüş sahəsinə keçirdi. Təlimlər də adı altında. İndi baxır ki, görək NATO nəyə qadirdir. Gəlin, mən deyim, NATO-nun cavabı. Gəlin Gülşən xanım öz fikirlərini söyləsin, çünki reqlamentlə vaxtına girməyə haqqı pozmayaq. Bəli, bu çox maraqlı prosesdir. Yəni doğrudan da get-gedə biz baxsaq 3 il yarım bir müddət ərzində Ukraynada gedən müharibə artıq elə bir ki, lap kulminasiya nöqtəsinə yaxınlaşmaqdadır. Çünki artıq Polşanın bayaq Yeganə xanım qeyd etdiyi kimi 19 dronla, yəni onun ərazisinin vurulması. Düzdür, həmin o pualar hamısının Niderland məncə tərəfindən, onlar hamısı vuruldu. Ancaq söhbət ondan gedir ki, biz başa düşməliyik ki, bir tərəfdən burada bir məsələ də var. Polşa artıq Avropa İttifaqının bir hissəsidir. İndiyə kimi Ukraynada gedən müharibə tamam başqa bir kontekstdir. Burada bu prosesin nəyə gətirib çıxarılması bir neçə ssenarinin gündəmə gətirir. Bir ssenarini bax Elmar müəllim qeyd eləyir. Ancaq mənə gəlir biz burada ortaq bir məxrəcə gəlmək. Ortaq məxrəc ondan ibarətdir ki, Rusiya bu dronları atmaqla müvafiq olaraq hansısa bir strategiyanı həyata keçirmək istəyir. Ancaq mənə elə gəlir ki, mən deyəcəm, indi bir məsələni mənim fikrimcə. Onu həyata keçirdə bilməyəcək. Niyə görə? Siz bilirsiniz ki, hazırki prezident və baş nazir arasında Polşada, Tusk və Navrutski arasında müəyyən münasibətlərdə ziddiyyətlər var. Gərginlik yaşanır. Bəli, ancaq məhz bugünkü reallıqda, məhz Polşanın ərazisinin vurulması artıq sağ partiyaların da get-gedə ümumi bir birlikdə birləşməyə və ölkə daxilində olan müxtəlif baxışlar Ukrayna ilə bağlı müharibədə o mövqeləri tam mənada aydın şəkildə ortaya qoymağa gətirib çıxarır. Yəni Polşa artıq başa düşür ki, doğrudan da bir dövlət olaraq o çox yaxın bir ərazidə yerləşir və bu dəqiqə, bu an o özünün müdafiəsini yüksək səviyyədə yerinə yetirməyə vacib. Ona görə də məsələn onun o 4-cü maddə ilə bağlı NATO-nun nizamnaməsi məsələsinə müraciət etməsi və belə bir məsləhətləşmələrə başlaması ideyasından çıxış etməsi onu göstərir ki, Tusk tərəfindən artıq Polşa bu günkü reallıqda bu vəziyyəti bir tərəfdən əgər Rusiya tərəfi onların içərisində çaxnaşma salıb qorxutmaq istəyirdisə bu baxımda. Mənə elə gəlir, bugünkü Polşa tamamilə başqa cür bu məsələyə artıq baxmalıdır və baxır da. Çünki onlar başa düşürlər ki, bir tərəfdən əlbəttə NATO-nun özünün içində müəyyən problemlər var. ABŞ və Avropadakı dövlətlər arasında bu cür, məsələn, 5-ci maddənin kollektiv müdafiə məsələsinin gündəmə gəlməsi nə qədər realdır, bu müəyyən bir sual doğura bilər və Rusiya da bunu yoxlamaq istəyər, nə dərəcədə bu mümkündür. Bəli, ancaq bu onu eyni zamanda göstərir ki, bugünkü reallıqda Polşaya bu cür dron hücumu artıq bu müharibənin Ukraynada gedən yeni bir mərhələyə keçdiyini sübut edir və biz yaxın zamanda genişləndirir yəni. Hansı dərinliyə yoxsa cinahlara? Mənə elə gəlir ki, bu söhbət hələ ki eskalasiyanın get-gedə artmasından gedir. Hələ biz son nöqtəyə gəlib çatmamışıq. Proses getməkdədir. İndi burada mən ona görə deyirəm, bir sıra ssenarilər ola bilər və indi mən inanmıram ki, bizim vaxtımız var ki, biz o ssenariləri burada sizinlə müzakirə. Bir cümlə əlavə etmək istəyirəm. Xanım bir dənə gözəl yerdidir ki, Trump
deyir ki, sən Avropanı qorxud, ondan məsələni həll elə, sonra gəl danışaq. O əsas mahiyyət ondan ibarət təlimlərə. Bir şey deyim. Məsələ ondadır ki, bugün üçün Polşanın umud etdiyi 4-cü maddənin istifadəsi ilə görüş təşkil edib 5-ci maddənin istifadəsinə icazə almaq real deyil. Niyə real deyil? Cəmi 4 gün bundan öncə Polşa Xarici İşlər Nazirliyindən Avropa Birliyinin və NATO'nun görkəmli ölkəsi kimi Almaniyaya qarşı 2-ci Dünya müharibəsində törədilmiş işlərlə bağlı, cinayətlərlə bağlı, ideyaların olması ilə bağlı fikirlər gəldi. Mən yenə də qətiyyətlə ona inanıram ki, Rusiyanın bu davranışı Amerika Birləşmiş Ştatları ilə Ukraynada müharibəni nəyin hesabına olur olsun dayandırmaq və yekunlaşdırmaq və bunu da partnyor əsaslarda, danışıqlar əsasında Donald Trump'ın daxili məsələlərlə başını qatdığı bir zaman 2 həftədən sonra mən Putinlə danışacağım deyib, siz Avropa Birliyini sakitləşdirin deyərək sakitləşdirməkdir. Mən də ona inanıram ki, və bəzən indi bunu fərqli təqdim eləyənlər olur. Amma doğrudan da Ukrayna tərəfindən bugün üçün dövlətin gələcəyi üçün, dövlətin gələcəyinin başına gələcək işlərin, o coğrafiyada təhlükəsizlik məsələlərinin ciddi hesabına verən bir siyasi prezident demək bu yaxşı söz deyil, amma yoxdur bir tərəf və Rusiya prezidenti bu məsələdən haqlıdır ki, ortada bugün imzalayacağımız bir sənədi sabah fərqli təqdimatla göstərən bir tərəf olmayacağına heç kimin əminliyi yoxdur. Baxın, görüş təşkil olunur, görüşdən qabaq Şomen Ukrayna prezidenti görüşü təhrik edəcək fikirlər səsləndirir. Təxminən belə bir görüntü yaranır ki, bütün dünya Ukraynadakı müharibəni dayandırmaq istəyir. Əksinə, Zelenski özünün daxildə qaldırmaq üçün reputasiyasını təhriklərlə mesajlar verir. Amma bir şey var, əgər Polşada NATO'nun bazasına 19 dron atılması ilə daha öncə müharibə Avropa Birliyinin təhlükəsizliyinə hədə edirdisə, amma indi birbaşa içəri girib və bu, mən fikrimcə, Rusiya güc olaraq, hətta hardan kimlə necə danışmasına asılı olmayaraq NATO qədər güclü deyil. Dünyanın ən aparıcı, ən istər texniki olaraq, hərbi texniki olaraq, siyasi konjunktur olaraq, sivil cəmiyyət media institutları olaraq. Yəni, bugünkü bu sistem, bizim hamımızın yaşadığı sistemdə ən güclü tərəf NATO-dur. Gülşən xanım, sizin fikirləriniz var idi? Niyə Qərb 2025 adlanır və Amerika Birləşmiş Ştatları açıqlama verib ki, sanksiyaların 19-cu paketini tətbiq edəcək, amma hələ ki bu bəyanatlar səslənir və proses gecikir. Sizcə bu gecikmə prosesləri nə qədər geriyə salır? Burada Yeganə xanımın ideyası maraqlı ideyadır. Yəni, söhbət nədən gedir? Əgər biz fikirləşiriksə, o ssenarilərin birində də bu taktiki bir addımdır. Yəni, hər iki tərəf istifadə edir bu addımdan ki, müəyyən mənada həm Avropanı, çünki Avropa Ukraynaya dəstək verir, bu mənada ən azı gələcək 3-cü Dünya müharibəsinin qarşısını almaq məqsədi ilə burada müəyyən təsir etmək və haradasa güzəştə getmək, güzəşt əldə etmək üçün danışılır. Bəli, ərazi söhbəti məsələ indi o detallara biz getmədən fikirləşirik ki, dinamika baxımından müharibənin ən azı dayandırılması və danışıqlara keçmək üçün, çünki bugünkü reallıqda... Biz 2014-cü il yada salsaq, 2014-də Rusiya-Ukrayna müharibəsini, bu Rusiya üçün ikinci mərhələdir. Xanımın bir fikrinə mən razılaşmadım. Deyir ki, mən özüm də Zelenskinin çıxışlarına Amerikada birinci bəyənməmişdim. Amma baxın, biz açıq şəkildə deməliyik. Biz Ermənistanla Vaşinqtonda görüşürük, Rusiyada Azərbaycanlara qarşı başqa münasibət olur. Mən müstəqil dövlətlə müstəqil siyasət yeridirəm. Sizin mənə nə müdaxiləniz var? Ukrayna bugün açıq şəkildə deyirəm ki, Ukraynanın mücadiləsi, Ukraynanın döyüş meydanında məğlub olması postsovet ölkələrinə çox böyük bir təhdiddir. Bax, bu açıq şəkildə qeyd edirik ki, əgər Ukraynanın parçalanması baş verərsə, buna inanmıram NATO'nun arxasında dayansın axıra qədər, çünki əskərin psixoloji vəziyyəti Avropada fərqlidir. NATO'nun aparıcı qüvvəsi Türkiyədir. Və o Rus əskəri ilə NATO əskərinin psixoloji durumu fərqlidir. Mən o hərbçilərin içində olub söhbət eləmişəm. Deyir, bizə maraqlı deyil sizin ölkələrdə nə baş verir. Biz itki vermək istəmirik. Məsələ bundadır ki, Rusiya da bunu çox gözəl bilir. Rusiya istənilən vaxtı o blok ölkələr və Latviya, Litva, Estoniya bütün çıxışlarında deyir ki, bizi Amerika Birləşmiş Ştatları 92-ci illərdə allatdı və dedi nüvələri azaldın, sülh olacaq, müharibə olmayacaq. İndi söylüyor ki, hər kəs Sovet Respublikasına bir ərazi ilə gəlmişdi, çıxanda pay apardı. Başa düşürsünüz, çıxışlar açıq şəkildə keçmiş postsovet dövlətlərinin bərpasıdır, zaman lazımdır. Ortada Ukraynadır.
Sizin bir fikrinizlə razıyam ki, Zelenski müharibədən qaça bilərdi. Digər NATO qoşunlarını gətirmirəm. Gətirərdiniz 4 ildə gətirərdi. Yəni burada Jalə xanım, bunu niyə mən açıqlayıram? Bizim ölkəmizin apardığı böyük haqq savaşındakı mövqeyimizi ortaya qoymaq üçün dünyada nə qədər böyük proseslərin içində biz sülhə doğru gedirik, ona görə bunu məcbur açıqlamaq. Və nə qədər çətin mürəkkəb proseslərin içərisindən biz o sülhü qazandıq. Çətin bir dönəmdə 4 dənə nüvə başlıqlı olan ölkə, Hindistan da bizə qarşı Şanxay əməkdaşlığı təşkilatına veto qoydu. Bunlar çiyin-çiyinə gəlib Cənubi Qafqazdan dəhlizin açılmasına yox demək fikri ilə bizim dövlətimizin apardığı siyasət. Mən onu deməsəm, Ukrayna burada açıq şəkildə NATO ilə, Amerika ilə, Rusiya arasında yeni bir dövlət oldu. Son sözü gücün belə deyək də hökm sürdüyü dünyada yaşayırıq. Hərbiçilər deyir və biz vətən müharibəsi. Çox üzr istəyirəm, vaxtımız artıq bitib. Elmar müəllim, təşəkkür edirik sizə və belə hörmətli tamaşaçılar, biz əlbəttə ki, Cənubi Qafqazdakı sülh prosesini eyni zamanda Rusiya-Ukrayna müharibəsi fonunda artıq Rusiyanın Qərb 2025 adı altında başlatdığı təlimlərin məqsədini müzakirə etdik. Belə bizə baxdığınız üçün sizə təşəkkürümüzü bildiririk. Sağ olun.